Lotu Gulinin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Rusiyada Lotu Guliyə ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Yeraz Camal ələqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin Lənkəranski yaxın adamı olub. Xatırladaq ki, Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən hotellərdən birində başından 4 güllə vurularaq öldürülüb.